etmək, ən gözəl məkanları ziyarət eləmək, ən gözəl məkanları gəzmək birbaşa şəhid analarının haqqıdır. Çünki bu gözəl məkanları sizin evlatlarınızın, onların ruhu şaddır. Onlar bilir ki, siz bunları ziyarət edirsiniz. Veya burada dedik ki, məsələn, bizim Ağcabədi şəhidimiz var, Anar Cəfərov, sırf soğuqa deyirik ki, Əlmərdən adlıqda şəhid olur. Gedirik Şuşaya, deyirik ki, Vüsal Şuşada şəhid olur. Çünki Ağcabədi şəhid anaları danışdıqca mən də təəssüflənirəm. Bizim Ağcabədi nə qədər ki, şəhidlərimiz var. Hərəsi, hər rayondan, hər şəhidlərin, hər biri bir torpağın alışında da olsa qanı tökülür. Orada şəhidlik zirvəsində görə də heç vaxt şəhidləri bölmək olmaz. Bölgələri bölmək olmaz. Onların bir adam, onlar şəhiddir, həssalar. Şəhidləri bölmək olmaz. Fərqi yoxdur, birinci Qarabağ, ikinci Qarabağ. Mən 2 gün bundan qabaq Füzulidə oldum. Birinci Qarabağ müharibəsində şəhid olmuş atanın evladı ikinci Qarabağ müharibəsində şəhid oldu. Onda biz böyləydik ki, birinci Qarabağda şəhid olub, indi 44 günlük yadırsalar, görürsən, həmin o atanın evladıdır, gözün açıq, o atanın qəhrəmanlığını görüb, dayanmadan o da gedib şəhid olub, öz toprağı uğrunda. Bizim heç vaxtı alınmayan, Allah-Allah tərəfindən bizə verilən ən dəyərli yeraltı sərvətimiz bizim şəhidlərimizdir. Tarix yazan şəhidlərimiz bizim yeraltı sərvətlərimizdir. Və bizim ən böyük əmanətimiz, bunu mən öz fikrimdə deyirəm, kim nəsər çoxu özü bilər. Mənim üçün ən böyük əmanət qızıldan da daşınmaz əmlak nə olur olsun, ən böyük əmanət şəhidlərin bizə qoyub getdiyi evlatları və onların atanalarıdır. Bundan böyük əmanət mən bilmirəm və hər bir Azərbaycan vətəndaşının borcudur ki, o əmanətləri qorusun. Çünki onlar gedəndə heç nə demədən getdilər. Son nəfəslərdə bilmədilər ki, kimdir, kimi kimə tapşırsın. Bircə kəlmə arxaya çönüb baxmaqları kifayət edir. Yəni, mən getdim, arxada qalanım sizə emanet. Onlar demədi ki, dostum olsun, qonşum olsun, qohum olsun, hamısını birləşdirən bir amal var idi. Və onlar döyüşərkən Masallıdan olan döyüşçü yoldaşına, belə deyək də, Ağcabədinin nətər tapşıdanmasına qatılır. Fərqi yoxdur ki, sadəcə olaraq göz arkada qaldı. Mənim evladım, anam, atam, xalqım sənə əmanət. Bizim də borcumuzdur ki, o əmanəti qorunur. Hər kim ki, şəhid haqqını bilir, bu Azərbaycanlıdır. Bir kəlməni deyirəm. Allah sizləri var eləsin, səbrinizi versin, siz yaşayın ki, evlatlarınızı yaşadasınız. Sağ olun.